Burada gangrena, qaralma nə vaxtdan baş verib? 5-6 gün var. Yox, 5-6 günlük iş deyil. 5-6 ay olar. Yok. Orada problem yaranması. Yok valla yala vermeyi görmedim. Yok. Yok olmaz. Xəstənin adı Samra xanım. Kim danışır onu? Samra xanım. Ayağınızda bu yara nə vaxtdan yaranıb? Noyabrın 26-sı. Deyirsiniz 3-4 gündür. Yok bu karalmağı Qaralmağı deyil, yara yaranıb. Oradan da yavaş yavaş gəlib çıxıb yuxarıda. O gece bilmedi. Apardı onu partiye. Uzel dedi. Ben uzdan həkimdən sonra şimdi bu ne dedi tromb. Tromb olmasıdır. Bu sonradan başlayacak. Söhbət orada tromb olub, tromb olandan sonra da yavaş qaralıb da ayaq. Noyabrın 26-sından. Prosta xəstələ gəldi. Ama Hasan'ı gidin çok da Bilirsiniz nətərdir? İndi gəzmək o demək deyil mən yaxşıyam, hasa ilə gəzirəm. Sürünə də gəzmək olar. O demək deyil mən yaxşıyam. Yəni ayaqda ağrı varsa, tromb varsa deməli problem var da, ciddi problem var. Şimdi bu arada 26 noyabrda sizə deyiblər trombu, ayağında damarlarda tromb var. Onda ucu müalicəni başlamaq lazım idi.